Kamal müəllim bir daha xoş gəlmisiniz. Kamal müəllim, belə bir suallar var ki, əvvəldən bizə yazırlar ki, Kamal müəllim futbola ilk sevgisi necə yarandı, necə başladı? Kənddə yaşayırdım. Ağsu rayonunun Bico kəndində 1976-cı ildə anadan olmuşam və evin bir uşağı olmuşam. Tək uşaq olduğum üçün valideynlərim məni sonradan şəhərə gətiriblər. Çünki şəhər təhsili ilə kənd təhsilinin arasında fərq olduğuna görə yaxşı oxuyurdum. O yüzden ki, ali məktəbə daxil oldum burada şəhərdə. Mənim futbola geç getmişəm. Mən belə deyim də, indi mənim evladım Ağa Seyid futbola belə deyək 6 yaşından gedirsə, mən futbola 13 yaşımda getmişəm. Mən uşaqlıq futbolum, uşaq futbol məktəbim 13 yaşından başlayıb. Bizim belə deyək 76-cı illərin içində bir futbolçu var idi. O vaxt qala toplar olardı. Yadınıza gəlirsə, inanın Allah'a adamın başına dəyirdi. Başın yarım saat fırlanırdı da. Elə bir ağır toplar idi. Biz o toplarla məşq edirdik. O topların birini oğurladı. Oğurladı və bizim də ismimizdən heç kim bunu satmadı. Bu uşağı satmadı. Ona görə Tofiq müəllim 76-cı illəri sırf Sumqayıt Uşaq Futbol Məktəbindən sildilər belədir. Və bizim hamımıza səhərdən bura gəlməməyi və bura ayağımızı qoymamağı tapşırdı. Musa müəllim, Ağa Musa müəllim və dedi ki, bundan sonra 76-cı illəri mən yığıram və sizə məşqi mən keçəcəyəm. Ondan sonra, o belə deyək də, o geri dönüşdən sonra mənim artıq belə deyim, futbola yanaşmam, futbola bağlılığım ta o gündən o həvəs, o belə deyək də, daxildə olan sevgi başladı yavaş-yavaş artmağa, ümidlərim artmağa. Bizdə Mehman Yunusov var idi, mərkəz müdafiəsi. Yani o adam bir dəqiqə söyüşsüz dayanmırdı da, yani. Onun sözü bizi için elə bir ki, necə deyim, xoş söz idi də. Biz onu xoş söz kimi qəbul edirdik. Beləsinə, yani oyunum alınmamışdı və mən rəhmətli Sabir Əliyevə yaxınlaşdım və ondan bir dənə şans istədim. Və həmin o oyun, həmin o şans mənim böyük futbola ilk addımım oldu. Biz o vaxtı Xəzri Buzovna komandası var idi. Onunla yoxlama oyunu keçirdik. Nəzərinizə çatdırım ki, mən futbola ilk dəfə gələndə hücumçu kimi gəlmişəm. Daha sonra Musa müəllim məni hücumun arxasında Premier oynadı. Daha sonra artıq Xəzər Sumqayıt komandasında sağ cinah müdafiəsi kimi, o da Kəpəzlə səfər oyunda cinah müdafiəsinin qolu sındı. Mən əvəzlədim onu, girdim. Ta ondan bəri cinah müdafiəsi kimi də elə qaldım. Yəni bir futbolçu ən azından bir il bir məşqçi ilə çalışmalıdır ki, yəni onun meydançada və yaxud bir il və yaxud 6 ay deyək, nə tələb edəcəyini o futbolçu bilsin. Mən şəxsən karyeramdan sonra düzdür oynadım mən. Karvanın futbol klubunun yaradıcılarından da biri mən oldum. Ora getməklə, özümlə bərabər futbolçu. Daha sonra Ukrayna legioner həyatı yaşamaq və bir az dedimi, məndən sonra ora axın oldu. Mən özümü Ukraynada yaxşı tərəfdən göstərdim ki, ora axın oldu. Yəni istədilər bizdən. Məsələn, bizə futbolçu lazım olanda baş məşqçimiz mənə o qədər güvənirdi ki, o qədər etibar edirdi ki, futbolçu lazım olanda birinci mənə məsləhət edirdi ki, Kamal, məsəl üçün bizə Messi futbolçu var idi, mərkəz müdafiəçisi Fedikov. Fedikov vida maçı keçirdilər. Fedikovun yerinə mərkəz müdafiəçisi lazım idi. Məndən soruşdu, mən Tərlan Əhmədovu məsləhət gördüm ona və millinin kapitanı dedim, belə deyim də, oynayan təcrübəli futbolçudur. Yəni, dedi, çatdıra bilər burada Ukrayna çempionatında. Dedim, oynayar, niyə oynamır? Tərlanı gətirdim ora.
Sonradan qapıcı lazım oldu, Cahangir apardım ora. Hücumçu lazım oldu, Fərrux apardım ora. Daha sonra İlham Yadullayev. Yəni yenə deyirəm, bir yerə gedib özünü yaxşı cəhətdən göstərməlisən ki, ora yol açasan. Dinamo Kiyevlə 100 minlik Olimpiski stadionda oynadıq, qapısına da gol vurdum, 2-1 uduzduq. O vaxtı Dinamo Kiyevin bir də Ukrayna millisinin müdafiəçisi var idi. Ay Allah, cavan bir oyuncu var idi. 28-ci dəqiqədə onu zaman elədilər. 28 dəqiqəyə 12 dənə cinah ötürməsi eləmişdim. Həmin o futbolçunu belə deyək də əvəzlədilər 28-ci dəqiqədə. Yəni bir an dedim ki, mən tək getmək istəmirdim. Samir Əliyev də özümlə aparmaq istəyirdim. Həm Samirlə dost idik, həm bir yerdə oynayırdıq, bir yerdə Millidə, Neftçidə. Mən də təkid edirdim ki, o kluba, Ukrayna klubuna. Onlar artıq bir oyun oynamışdılar, səfərdə uduzmuşlar. Yadıma gəlir, ikinci oyun Kribası qəbul edirdi evdə. Samir Əliyev də o vaxtı Soçi Cemçujni Rusiyanın Vtorой liqasına düşmüşdü. Nazim Süleymanov da orada baş məşqçi idi. O da baş məşqçi idi, ora hazırlaşırdı getməyə. Mən Samirə dedim ki, səni özümlə aparıram, amma sən get, mənim işimi Fuad Musayevlə danış, məni buraxsın, mənlə danışmır da, mən səni özümlə aparım. Başarab dedim, nə var Rusiya, Vtorой liga hara, Ukrayna Vuş liga, Dinamo Kiyev, Şaxtyor Donetsk, Metallurg Donetsk, Çernomorets, Dnepr deyirəm, futbol görəcəyik, deyirəm, ağarlar, Vuş ligadır bu. Samirin başımı belə yedim, göndərdim, cavandı, Fuad Musayevin yanına. Getdi, qayıtdı, gəldi ki, Fuad müəllim, mən danışdım Kemal, Fuad Musayev deyir ki, Kemal belə böyüyüb, özü niyə gəlmiş? Amma bilsən nəzər, mən bilirsiniz, çox qəddar bir insan idi. Necə? İşdə qəddar idi. Yəni, baxın da, yəni, öz dost doğma evladına o adam keçən bir insan deyil idi. Mən sizə deyim, hələ Portuqaliya yığması ilə onun nüfuzuna görə oyunu, mən cavan uşaq idim, ilk oyunum idi. O hadisənin cəryan elədiyi yer var. Orada gəzirdim ki, görüm, bunlar nə danışırlar. İnanın, Portuqaliya Futbol Federasiyasının prezidenti, bizim Futbol Federasiyasının prezidenti, bir də UEFA nümayəndəsi. Mərkəzdən yığdılar qərargaha UEFA-ya. UEFA rəhbəri oradan dedi ki, bəs əgər Portuqaliya Futbol Federasiyasının prezidenti etiraz eləmirsə, oyunu keçirdin səhər gün orta saatlarına, oyunun çıxsın geçsin. Yox, əgər etiraz edirsə, Parajeniyə verin, bağlayın, çıxsın geçsin. Yəni, o nüfuz sahibi idi ki, o federasiya rəhbərlərinin yanında. Yəni, Portuqaliya, özdə biz oyunu elə gözəl başlamışdıq. Birinci time heç-heçə qutarmışdı. Pat projektor, meydança, bütün dolu stadion, yəni əlavə bir motivasiya idi bizim üçün. Yəni onlar da ki, artıq çətinlik çəkirdilər. Meydanda 11 dənə ulduz futbolçu var idi. Portuqaliyanın heyətində, meydançada 11 dənə ulduz futbolçu var. Çox səviyyə heyəti var. Figo, Pinto, Sapinto, Costa, Rui Costa, Baya, nə bilim, hamısı Real Madrid, Barcelona, Real Madrid, Barcelona. Hamısı ulduz futbolçu. Bir oyundan sonra Figo Kamala test topikdən keçirdi. Ya, baxın, onu da danışacağım. Kamal Quliyevdir qonağımız, ekran bəyəni dostlar. Onu da danışacağım sizə. Nəysə, ürək elədim, özüm getdim Fuad Musayevlə, sağ olsun. Yəni, kişilik elədi, həqiqətən də və götürdü məşqçinin nömrəsini mənim yanımda yığdı Pramoy. Dedi, bax, mən bu uşağı sizə pulsuz əmanət edir, pulsuz buraxıram. İlk dəfə idi ki, o vaxt yəni pulsuz buraxdılar. O vaxt gedən futbolçuna pul alırdılar yanında, federasiya. Pulsuz buraxıram, amma bir şərtlə bu uşağı incitsəniz vay halınıza da, bax Allah and olsun, mən bir federasiya rəhbəri kimi danışdıq, milli yığma komandaya gəlmək, getmək biletimi də onların boynuna qoydum
ki bizim federasiyaya yük düşməsin. Getdim elənciyinə komandamın ilk dəfə olaraq Valens komandası tarixində Ukrayna Kubokunun 2-1 final mərhələsinə çıxdıq. Maşallah. 6-cı yerdə 2 il altılıqda qutardıq. Komandamın kitab da var məndə. Tarixində, yarandığı tarixdən 11 əsas heyət oyuncuları quruldu. Yəni komanda belə deyək, 40-cı ildən yaranıbsa 40-cı ildən ona qədər çıxış edən o komandada futbolçuların içindən 11 nəfər əsas heyət quruldu və 11 nəfər əsas heyətin içində nə xoş ki, mən də var idim. Mən buna necə deyim, sevinirəm, şükür eləyirəm. Bir az dedimi, bizim futbolçularımız getmir. Bizim komandada Messi futbolçu var idi, Kamizuk. Düzgün orangutan meymunu idi da, yəni. Ona bax, meymuna bax, eyni şeydir. Qardaş, mən nə bilim, mən də bunun sən demə yerinə gəlmişəm. Bu da Messi futbolçudur. Allah'a and olsun məşqlərdə ayaqlarım cırır, qalinas toplarım qanın içində. Bu mənə harda çatır qoyur, bu mənə harda... Mən də xoşlayıram, əslində elə oyunu, o qrup oyun yox, josk oyun. Qrup oyun başqa şeydir, vırsındır. Amma josk oyunu mən də sevirəm. Yəni o bilmədi ki, daş qayya rast gəldi, başa düşdün. Mən qorxacam, çəkinəcəm, tullanacam, nə danışsan. Birini oynayırsa, ikisini mən gedirdim ona. Yəni o dərəcədə. Elə məşq olmurdu ki, mənlə onun arasında insident baş verməsin. Və bir gün buna yekun vermək üçün bizdə hücumçu var idi, həm də komandanın kapitanı Vasili Saçko. Sonradan o Kribas komandasında 3 il, 4 il baş məşqçi işlədi. Biz dost idik. O, mən, qapıcı, Gumenyuk, Saşa, bunu çağırdım restorana. Dedim, gəl bura, gəldi, oturdu. Dedim ki, qardaş, gətdi, üzr istəyirəm. Oxşum, yeri işdi, buna qayıtdım ki, qəbul eləginən ki, Barış da bundan ki, sən məndən zəifsən. Barış da Kamizuk deyirəm. Yəni, mən səndən zəif olsam, sabah bilet alıb uçaram Bakıya. Yəni, mən səndən 2 baş güclüyəm da. Bunu qəbul elə. Barış, razılaş bundan. Sən mənə vurmaqla deyil, Kamizuk. Yəni, görürsən ki, sən mənə vurursan, mən qorxmuram, qaçmıram, nabarod ikisini mən sənə vururam da. Bu, belə də davam eləyəcək. Yəni, mən səndən qorxası deyiləm. Yəni, durdu, qucaqladı, öpdü məni. Ondan oyla dost olduq. Burada da elə oldu ki, Figo da oyundan danışıram. Figo da sağ-sol pasiveləri sevirdi. Sağ ayağından sol ayağına çəkirdi, sol ayağından sağ ayağına. Elə moment oldu ki, bu pasivelər eləyəndə mən sürüşdüm. Sürüşəndə bilmədim neyəm, başımla bunun ayağına patkata getdim. Patkat elədim başımla. Döyüşdü belənçisində, qaldı ki, bu normal insan belənçisində eləməz, qardaş. Normal insan başın topun qabağına ayağa qoymaz da. Hücum gedir, perevod elədi, topu çerez orta perevod eləyəndən sonra qaçır hakimin üstünə ki, bəs 6 nömrəli oyuncunu hoşumda, bu mənə dedi, Grezi, sən bənim başını əlinə belirlədi. Dedi, avtomaç deyir, 6 number deyir, doping kontrol, no normal deyir, no belə, belə, deyir, dəli də bu başına. Figo dəli eləmişdin Kamal Quli. O üçün bizi ilə də 90 plusda, 90 plus 6-da Figo vurdu. Amma valla mənim günahım deyildi. Orada nə tar oldu? Orada biz Primişeniyə getdi. Deməli, hələ biz bir nəfər azlıqda oynadıq. Kağızadə qırmızı aldı. Deməli, Primişeniyə getdi. Ədəhimin tərəfindən hücum gəldi. Deməli, 2 mərkəz müdafiəsi Tərlan getdi Ədəhim Straxovkiya. O birisi getdi Tərlanı Straxovkiya. Mən də cinatdan düşdüm həmin o Çintrani müdafiəsinin zonasına və mənim zonama da Eşən Qəmbarov düşməli idi. Eşən Qəmbarov düşmədi, gecikdi. Adibit düşdü düz Fiqonun qabağına, o da vurdu. Biraz
Heyecanlandım. Ha. Ama yine şükürler olsun ki ayaqdayam və mən möcüzəyə inanıram da. Yəni qurban olum Allah Taalaya və mən inanıram ki Allah Taala həmin o insanlara görə, Bəli. həmin o tülkü kimi, dovşan kimi qaçıb gizlənən insanlara görə Allah Taala o dərdi verən, dərmanı da verən Allahdır. Allah Taala o bu nədir ki, elə möcüzələr yaradır, elə xariqələr yaradır ki, mənim bu xəstəliyim onun yanında heç belə nə deyim, saya gəlməzdi. İnşallah ki, elə Allahın ətəyindən tutmuşam. Buradan indi yenicə federasiya təşəkkürümü bildirirəm. İndi mən 4-5 il bundan əvvəl klinikada yatırdım. Sumqayıtda klinikasında, unikal klinikasında yatırdım. Mən üzr istəyirəm. Mən telefonumu orada mən qeyd eləmişəm. Səhv eləmirəmsə klinikanın baş həkimi Natavan xanım. Səhv eləmirəmsə mənim doktorum Agil doktor. Allah candan sağ olsun. Onlara buradan təşəkkürümü bildirirəm. Unikal klinikasının hər bir işçisinə məni elə gözəl qarşıladılar. İnanın Allaha bütün yüksək standartlara cavab verəcək bir klinikadır. Düz yeni açılıb və yeni sakinlərindən oldum və orada yatmağımın da səbəbkarı federasiya. Allah bizim federasiya rəhbərliklərini qorusun, prezidentimizi qorusun, baş katibimizi, orada işləyən rəhbər insanları qorusun. Bu günləri mən dönürəm arxaya baxanda və yaxud belə deyim də, onlardan bu dəstəyi görəndə deyirəm, nə xoş mənim halıma da qardaşım. Mən bu həyatda deməli, becə yerə 25 ilimi və ondan sonra 2 dəfə ürəyimdən əməliyyat olmuşam. Ürəyimi bu ölkə üçün, bu dövlət üçün, bu qurum üçün, Azərbaycan futbolu üçün elə-belə qoymamışam da. Mən Azərbaycan futbolunun keçid dövrünə düşən futbolçulardan olmuşam ki, onun müstəqillik dövrümüzdən, belə deyək, o Ruslardan alıb bizim o müstəqillik dövrümüzlə o arada keçid boşluğu, belə deyək, boş buraxmayan, onu dolduran, yerini dolduran, bizim oynadığımız meydançaları görmüşdün də, nə gündəydi, bizim hakimlər, haqsızlıqlar, 52 mümkün hər bir şey. İndi futbol oynamağa nə var ki, xalça, gəbə, haqq, hər şey qanuni şəkildə, qanun çərçivəsində. Yəni dediyim odur ki, nə xoş ki, belə bir təşkilat, belə bir qurum var, məni sahib çıxacaq, mənə yiyə çıxacaq. Buradan Rüstəm müəllimə də salamlayıram. Buradan Neftçi fanatlarına, Neftçi fan klublarına orada sağ olsunlar, mənə dəstək oldular, canım sizə desin. Hər biri də, necə deyim, vallahi deyirəm, tanımadığım insanlar var idi. Rəhmətli Böyükağa müəllimin oğlu Amerika, Kaliforniya ştatından belə sağ olsun, mənə dəstək oldu. Almaniyadan üzü bərə. Həmin arada mənim əsas nömrəm bağlı idi və belə deyim də, bəlkə də o telefonum açıq olsaydı nələr olardı, bir Allah bilərdi. Yenə Allahın bu gününə min şükür eləyirəm. Allah'a şükür eləyirəm ki, bir gün nəfəsim gedib gəlir. Vaxtında valideynimin yanında az olurdum. Çoxun gəzməyə sərf eləyirdim, orada, burada, yalancı dostlarla, yalancı yoldaşlarla. Vallah deyirəm, o dostlar hamısı yalandır. Bunu mən bir təcrübəmə əsaslanıb deyirəm. Boş vaxtımız oldu, qaçın valideyninizin yanına. Qaçın onların yanına. Sizin dostunuz da olardı, hər şey yoldaşınız da olardı. İnşallah görək də mən mütləq federasiyanın rəhbəri ilə, daha sonra Neftçi Futbol Klubunun prezidenti ilə çox istəyərdim görüşəm. Ondan sonra bir Allahın izni ilə bir aydınlıq gələr. Kamal Quliyevi Ceyhun nə ad qoydu ki, sırf olaraq Neftçidən uzaqlaşdıranda?
Hə, Ceyhun Sultanov. Bəli. Hə. Nə Ceyhun mənim yanımda uşaqdır. Yəni belə pis mənada demirəm. Aha. Məndən kiçik idi yaşda. Aha. Mən Neftçidə oynayanda nə bilim bilirsiniz elə şeylər var ki, bax mənə o çatmır da. Mən məsəl üçün deyirəm da, gəldi deyirəm. Bilirsən ya, çünki bilirsiniz burada nə var axı? Qardaş, Ceyhun, mən səninlə bir gün işləmək istəmirəm da qardaşım. Bəli. Burada məni nə vadar edir ki, mən bu Ceyhuna bu sözü üzbəüz deməyi çəkinirəm. Mən niyə dolayısı yolla fırlanıram Ağsu Pirvalın dolayların qayıdıb gəlirəm və yaxud nəysə pirçi ilə gətirib deyirəm. Mənə çağırıblar. Ümumiyyətlə mən Neftçidə məşqçi olmalıydım. Bunu da deyim. Mən qabağımı kəsdilər. Aha. Mən sonra əvəzedici heyətdə baş məşqçi olmalıydım. Mənə yaxın, mənə əziz, mənə nə bilim, gözümün içi, 5 il bir otaqda qaldığım oğlan mənim qabağımı kəsdi. Amma buradan Elnur müəllimə salamlayıram. Neftçi Futbol Klubunun vitse-prezidenti vardı. Elnur müəllim. Bəli. Elnur müəllim gəldi zbordan, samalyotdan, aeroportdan promoy bazaya. Mənə çağırdı, otağını səhər tezdən idi. Qayıtdı ki, Kemal, mən səndən üzr istəyirəm, sən haqqıva gir. Namaz qılan insan idi. Mən sənin haqqıva girdim, deyir qardaşım. Məni bağışla, üzrü say. Dedim, üzrü düşmənin olsun, Elnur müəllim. Mən yaxşı, gözəl bilirəm hər şey. Bəli. Bilirsiniz, qısqanclıq, bilirsiniz, mən həmin o insanım da, yəni mən dosta görə, yoldaşa görə, nə bilim, salam verdiyim insana görə, mən o ayağın qoyan yerə başımı qoyaram. Yenə deyirəm, Ceyhun məni çağırdı otağına, qayıtdı, Kemal, bilirsən nə var? Dedim, nə var qardaşım? Dedi ki, biz komanda da, mən də onda Allah rəhmət eləsin, rəhmətli, məni şirkətdə, neft şirkətində idman direktoru göndərdilər kluba, Neftçiyə. Gəldim, baza da oldum seleksiya xidmətinin rəhbəri. Baxa, Allaha and olsun. Yəni, ölməyib ki, Abdullayev məşqçi idi, Orxan prezident idi. Yəni, məndən yaşda balacalar klub rəhbərliyində işdir. Mənə dedilər ki, sən bu vəzifəyə hələ biraz gəncsən, baxa. Halbuki mənim bildiyimin dənginin səngi qədər bilmirlər. Ceyhun dedi ki, Kemal, biz Neftçidə seleksiya xidmətini ləğv edirik gündən. Bəs qardaş, sənlə müqabiləni o da ayrılırıq. Qayıtdım ki, Ceyhun, bu absurd sözdür yəni. Hansı klubda seleksiya xidmətini ləğv eləmək olar? Seleksiya futbolun birinci şeydir, nədir onun adı? Ən vacib, belə deyək, lazımı şeydir, şərtlərdən biridir, birincisidir. Deyir, o nə sökərsən aşına, o da çıxar sənin qaşığına. İl boyu xərcləyəcəksən sən o yıl seleksiya elədiyi. Bəzi sən mənim kadrım deyilsən, Sadıq Sadıqovun kadrısan. Halbuki Allahımıza and olsun, mən buradan Sadıq müəllimə də salamlarımı çatdırıram. Neftçinin elənçinə prezidenti olmayıb, bəlkə də bundan sonra gələcək. Adam komanda ilə nəfəs alırdı. Elə bilirdi öz evlatlarıdır. Deyirdi, hamısından ən yaxşısın bunlar əziyyət çəkir, bunlar geyməlidir, bunlar içməlidir, bunlar yeməlidir. Yəni, yenə deyirəm, mən oturmuşdum, karyeramı bitirmişdim, oturmuşdum evimdə. Məni Sadıq Sadıqov zəng elədi, çağırdı ki, qardaş, bura sənin haqqındır, burada sən işləməlisən. Bəli. Mən Sadıq Sadıqov tanıyırdım, o nə deməkdir, belə şey, nə dedilər, dedi, Sadıq mənim kadrısan. Belə də tək elə mən Sadıq Sadıqovun kadr olum. Yəni adam 3 il klubun başında başkan oldu, 3 il klub çempion, 1 il həm çempion, həm kubok. Azərbaycandan da ilk dəfə Avropa Liqasının qrup mərhələsi. Ala bu da Sadıq Sadıqov. Bəs sən nə eləyirsən? Sən nə eləyirsən?
Biri öyle dedi, biri böyle dedi. Baktım ki, dedim yani gördüm ki kardeş o mühitdə, o atmosferdə, yani bilirsən, mən işimdən zövq almırdım. Mən bilirsiniz necə işləyirdim? Can dərdi da. İnsan işinə sevə-sevə, insan işinə ucalmalıdır, onu sevməlidir, onunla böyüməlidir, onunla yaşamalıdır. Amma mən bilirsiniz necə, gedirdim o qədər, futbolçu almışdılar qardaş sol zaşitni. Dublin baş məşqçisi əsas heyətə qoymurdu onu. Dublin əsas heyətə qoymurdu. Biabırçılı. Onu çünki Kemal açıb deyəcəkdi, danışacaqdı, düzünü ortalığa çıxar. Çünki Kemal kimi insanlar onları səhv eləmirdi o dövrdə. Onlar pul qazanırdılar, mənim qardaşım. Kemala pul lazım değildi. Evet. Kemal'ın Allah'a şükür, bak bu canlı yayındayır da. Evet. Yani Azərbaycan Respublikasının elə bir zonasından, elə bir yurdundan, yerindən, şimalından, cənubundan, nə bilim aranından elə mümkündür. Kemal'ı hər yerdə istəyirlər. Bilirsiniz niyə? Çünki Kemal düzün danışır. Kemal çünki AFFA rəhbərliyinə dedi ki, mən sizi necə yalandan, o vaxtı 10 il, 15 il bundan qabaq verilişdə mən sizin necə yalandan tərifliyim. Axı mən cəmaat içində olam. Qara cəmaat içində, xeyrində, şərində. Mənə qayıdıb məclisdə üzümə tükürməzlər ki, tüf sənə, sən burada belə deyirsən, çıxıb televiziyada yaltaqlanırsan. İnsanın bir sifəti olar. İnsan bir sifətlə. Yəni biz bugünləri düzü bir-birimizə deməyə çəkinirik və onu təhqir bilirik. Niyə ki, qardaşım? Mən sevinərəm ki, Ceyhun mənim pis cəhətimi desin. Desə mən bilirəm ki, Ceyhun mənə istəyən adamdır. İstəyir ki, mənim o cəhətimi düzəldim. Mən o yöndə özümü dəyişim. Amma başqaları ilə başa düşür ki, biz onları gözdən sallıq, tənqid edirik və yaxud nə bilim, belə bir o söz var. O gündən bu günə də Neftçi düzəlməyib hələ də. Hə, yəni Yerinizlə düzələcəkmi sizcə Neftçi? Valla pis məşqçi deyil. Ən azından bu günləri fərqi görürsünüz də yəni. Dəyişiklikdən sonra komandada, yəni komanda belə deyim də, elə bir ki dişin çıxardı bu şey. Artıq diş batırır. Yəni futbolçular daha başlayıblar kreativ oynamağa, daha hiss olunur, yüngüldür. Bilirsiniz, futbolçunu elə gətirib oyuna elə çatdırmalısan ki, yəni rəhmətli Əhməd Ələsgərov elə olurdu ki, oyuna bir gün qalmış məşq yox idi, məşq vermirdi. Gedəcək, ac olun, futbola acıyın, o futbolçunu acıyın. Amma Qazbek Tuayev nə edirdi? Qazbek Tuayev dırdır. O da bir metod idi da. Hansı futbolçular sizinlə əlaqə saxlayır? Son 3 sualı götürək. İlham Yadullayev, Ramiz Məmmədov, Qurban Qurbanov, Zaur İsmailov. Bunların əlaqə saxlayır. Evet, saxlayırlar. Neftçaları niyə buraxmadılar çempionata və ondan sonra yüksək yerlər uğrunda oynayan komandalarda dəvət gəldi mi? Yox, elə mən orada belə deyim, pis olduğum nəfər. Neftçaların heyətində 5-6 nəfər elə bir yerli futbolçu var idi ki, apar qoy Qarabağa, Qarabağda hiss olunmayacaqdı. Qarabağda oynayandan yaxşı oynayacaqdı. Neftçiyə qoy, Neftçidə oynayandan yaxşı oynayacaqdı. Milli səviyyəsində futbolçular var idi. 5-6 nəfər. O komandanı mən, bilirsiniz necə, elə ümidlərlə o uşaqları ümidləndirə gətirdim. Axırda bizə elə elədilər. Birinci ili sona 5 tur qalmış çempion oldu. İkinci ildə bir tur qalmış çempion oldu 4 xanla da yəni. Mən getdim federasiya, oradakı məşqçilərə hirsləndim. Dedim siz bizi burada təmsil edirsiniz, danışmalısınız, haqqımızı tələb eləməlisiniz. Qardaş, bu günləri qanuna qalsa Premier Ligada çıxış edən heç bir klubu Premier Ligada çıxışına icazə olmamalı. Qanunla götürsə. Qardaş, demirsən uşaq futbolu. Gedib danışacağım Erdişor 3-lə. Hansısa bir Əli Ösət klubu ilə bütün yaş qrupunu götürəcəm, deyəcəm alam, mən yaş qrupum. Bunlar bilirsiniz nə istədilər? Qardaş, klubun prezidenti var. Klubun maliyyə dəstəyi var. Allah buradan da
Həmin bu yaxınlarda danışdım. Toğrul Seyidov, Sokar Petroleum'un generalni direktoru idi. İndi düz işləməsə də o vaxtı işləyirdi. Klub necə deyim, ildə 2 dəfə təlim məşq toplanışı. Ya qardaş Türkiyədə, ürəyin istəyən yerdə, harda deyirsən, hər bir şeylə. Bunlar bilirsən nə istədilər? Mən getdim, affan vurdum. Ondan sonra mən qaldım da, yəni mənə iş vermədilər. Halbuki mənə iş verməli idilər. Çünki mən necə deyim, mənim bir dənə siz məşqçi kimi nəticələrimə baxın da, yəni bir dənə indi deyəcəm sizə. Mən bir yer var idi, göndərdim, dəli olmuşdular da, yəni karyerasını sona vuran bəzi istedadlı məşqçilərin etkiləncə karyerası, məşqçi karyerası yoxdur. Bunlar dedilər ki, klubu biz idarə eləyək. Baxa, alfadan. Adətən yəni mən pul verim, klubu sən idarə elə. Mən özümə nə olub ki, qardaşım? Mən özüm səndən də sabatlıyam və yaxud o birisindən də. Bunlar elə bildilər ki, qabağındakı Kamal bəzi məşqçilər var, Georgiklə idarə olunur qıraqdan. Onlar nə deyirlər, bunlar da onun dediyi tapşırığı yerinə yetirir. Bunlar elə bildilər Kamal elədir, amma Kamal elə deyir, Kamalın öz həyat prinsipləri var, Kamalın öz futbol düşüncəsi var, öz fəlsəfəsi var, Kamalın özünün öz futbol savadı var. Kamal, sizin savadınız Kamal üçün lazımdır. Çünki sizin savadınız yoxdur. Siz idarə etməçilikdə düzgün idarə edə bilmirsiniz. Çünki 25-30 ildir biz yerimizdə sayırıq. Nə bilim Malta gəldi bizi keçdi. Nə bilim hansı o Liechtenstein, Lüksemburg hamı inkişaf elədi bir dənə bizdən başqa qardaşım. Bir dənə biz yerimizdə sayırdıq. Niyə görə sayırdıq? Əla işləyirdik ona görə. Düzgün idarəçilik eləmirdi. Baxın Qarabağa, qardaşım. Baxın, idarəçilik sisteminin bəhrəsidir, bax o Qarabağ. Milli demişkən, sizin vaxtınızda milli güclüydü yoxsa? Yəni işte bizim vaxtımızda. Bizim vaxtımızda futbolçular... Samsun Ayxanın nə fərqi var sizə? Ayxan, bax mən deyim də. Ayxan, bax, mən tipli məşqçidir. Elə bir məşqçidir ki, Ayxan futbolçunu rasxoda verməz. Bəzi bizim Premier Ligada işləyən məşqçilərimiz var. Bir şey olan kimi atır futbolçunun üstünə. Ayxan amma əksinə futbolçusunu qoruyur. Elə Ayxanın ən gözəl müsbət cəhətinin biri də odur. Santos'dan da, nə bilim o 10 il gəldi burada işlədi, Fox eləyə bilmədi mənim qardaşım. 10 il Fox Azərbaycana gələndə 10 yaşında mənim 10 yaşım var idisə, Fox Azərbaycandan gələndə mənim 20 yaşım var idi. Bir dənə futbolçu çıxardınızca ki, 10 il Nemes proqramı ilə işlədiniz, bir dənə futbolçu yetişdirib çatdınız mı ortalığa? Bir dənə futbolçu göndərdiniz mi Avropa Ligiya? Erməni Manchester United'dən tutmuş, İtalya çempionatından tutmuş, Özbək oynayır İngiltərədə, Manchester City'də. Özbək. Buna utanma, heç olmaz. Çıxışları ilə yadda qaldı. Deyirlər ki, ən yaxşı oyunu, hansı oyunu unuda bilmir yaxşı tərəfdən Kamal? Portuqaliya, İtaliya, bir də Makedoniya ilə səfər oyunu. 20-ci dəqiqədə penaltı. Makedoniyanı 20 dəqiqə sürmüşük səfərdə. Panamariyovun vaxtı, Igor Panamariyovun trener. 11 metrə Makedoniyanın qapısına. Vadim Vasilyev vururdu həmişə. Gic kimi. Topu aldım Vadim yanına, rədd olan özüm vuradım. Gülürəm, arsız. Oyunda inan Allaha Azərbaycan milli yığma komandası tarixində elə oyun oynamamışdı. Dəhşət da yəni 20 dəqiqə Makedoniya sürmüşük. 11 qapısı məni Lojin Divizyonada tutdu, Allah'dır. Gərək qapıcıya baxmazdım. Vurdum, qapıcı qaytardı. Oynanda 380 dərəcə onun çöndü. Başladılar onlar bizi sürməyə. Mən bu şey oyundan düşdüm. Məcbur dedim, dəyişdə mənə qardaşım. Yəni bir an çırq açmışam şeylər burada. Kamal Ukraynada oynayanda Nesmaçını qoymurdu oynamağa. Onu deyəcəkdim. Bax, Nesmaçını 28 dəqiqəyə Ukrayna millisinin müdafiəçisi, bir də Dinamo Kiyevin müdafiəçisi idi. 28 dəqiqə Nesmaçını zaman yaratdırdı. Sumqayıt futbolu
Gəncə, Tovuz, Şəmkir, bu tərəfdən Quba, Qusar, Cənub, Lənkəran, Masallı. Qardaşım, bu zonalarda həmişə futbol olub, futbolçu olub, futbola həvəsi olub, futbola marağı olub, futbolla yaşayıblar bu insanlar. Futbolla nəfəs alıblar. O cümlədən Sumqayıtda da ömrü boyu bu günə qədər də istedadlı, yarı istedadlı, hər cürə uşaq çıxıb, hər fasonda. Mən burada dalaşırdım o vaxt ki, Sumqayıt futbolçuları Azərbaycan Premier Liqasında çıxış edən ilk üçlükdə 27 dənə Sumqayıt uşağı var. Bir dənə kişi yoxdur yığmağa olmur. Elədir. Xəzərin vaxtı Neftçinin 3-0 hesabı ilə qələbə qazandıqları oyun yadındadırmı? Belə bir sual verirlər. Həmin oyuna 5 dəqiqə girmişəm Pat Projektor burada. Elə yadımdadır. 21 nömrə oynayırdım. Zaminə girmişəm, Nazim Əliyev zamin eləmişəm. Girmişəm 3-0-da, bəli. 5 dəqiqə qalmış oyunun qurtarmış. Kamal müəllimə salam verin, soruşa bilərsiniz. Ən yaxşı cərimə zərbəsi yetirən oyunçu kim olub o vaxtı? O vaxt var idi, İsmail Məmmədov var idi. Fuad Musayev necə təsəvvür eləyərdi bir rəhbər kimi? Bayaqlar danışdı zaten. Qəddar, işində peşəkar, qəddar, heç kimə keçməyən. Yəni, necə deyim sizə, Fuad Musayev bir rəhbər, ideal bir rəhbər işçisi. O vaxtı ən çətin hücumçu kim idi ki, ona qarşı oynamaq çox çətin idi? Bir 2-3 gün bundan əvvəl danışıram. Badr Kvarsqelya var idi, yadınızda. Deməli, Şəmkirdə oynayırıq. Mən də bunu tuturam. Düz, onda nətər oldu? Düz, mən özüm, biraz özümdə oldu. Deməli, mən bunun arxadan qucaqlamışam belə. Badri ayaqları onda gücü var idi, ayaqları. Badri mən ayağımı yerdən üzdü. Mən elə bir ki, boynundan sallandım bunun. Məni də qaldırdı, göydə topu sinəsi ilə qəbul elədi. Sol ayağı ilə düz 9-luğa. Allah'ım. Məni göydə qəbul elədi çiyinlərində. Topu tullandı, mən də çiynində. Elə bir dənə şok qoyub çiyinlərə. Topu qoydu. Məsələn, Badriyə qarşı çətin idi oynamaq. Qurbanın özünə qarşı. Qurban fiziki keyfiyyətləri Qurbanın çox idi. Özə Qurban Musaya da qardaşı da əllə, qolla. İnanırsan ki, adamın ağzı, burnu dağılırdı. Yəni, Qurbanla oynayanda mən həmişə ara məsafəsi götürürdüm ki, əli ilə, qolu ilə vururdu belənciylə. O da bir şeydi. Zahir Əsgərov, Kamal Quliyev, İsmail Məmmədov birlikdə debüt etdilər Xəzərdə. Yadında necə qalıb bu? İlk 5'lik, ben 10 deyirdim də. 4'ü seçildi, bir dənə mən qaldım. Mən də sonradan şey oldum. Keçmişin 11'i yoxsa indiki 11'i əlavə etsəydi kimləri əlavə edərdi 11'i? Məncə elə 11'ini də gətirərdiniz indiki zamana. 11'in. 11'ini də gətirərdi. Sual veriblər ki, Emin Ağayev yoxsa Elvin Cəfərquliyev? Ağır sualdır. Məsələn, mən müqayisə edirəm. Burada Elvin Cəfərquliyev mənim əmmim oğludur, dayım oğludur. Sırf mən ona bir futbolçu gözü ilə yaşam. Elvin Cəfərquliyev Azərbaycan Premier Liqasında oynayır. Amma Emin Rusiya çempionatında çıxış edirdi. Premier Liqa sonra. Yəni keyfiyyətcə Cəfərquliyev mənim üçün üstün. Keyfiyyət baxımından. Cəfərquliyev? Bəli, keyfiyyət baxımından. Elə azarkeşlər var ki, bu günləri faktiki surətdə küsüblər komandalarından. Onların o azarkeşlərin stadiona gəlməsi üçün nə deyə bilərsiniz? Yəni, mən bunu arzulayıram ki, heç vaxt komandanı tək qoymasınlar. Bu günləri Neftçidir. Neftçi Azərbaycan futbolunun flaqmanıdır. Yenə deyirəm, hamı çalışır ki, Neftçi əvvəlki vəziyyətinə qayıtsın. Vallahi deyirəm, azarkeşsiz, Allah rəhmət eləsin. Rəhmətli Əhməd Əsgərov deyirdi ki, bizim futbol Avropa futbolundan bilirsiniz niyə fərqlənir? Bizim futbol, biz oynayırıq, tribunalar boşdur. İnanın tribunalar dolu olsun, burada siz futbol oynayın. Görün ki, qardaş, o azarkeşlər əlavə nə qədər motivasiya verir futbolçulara. İnanın Allaha. Vallahi deyirəm, o azarkeşlərə görə o futbolçular da elə bir daxildən, içdən əlavə güc gəlir onlara.
Vallahi deyirəm. Mən onlardan bir qardaş kimi xahiş eləyərdim ki, komandanı tək qoymasınlar. İnşallah ki, komandada bir gün onların üzünü ağ eləyər, güldürər. Bildiyimizə görə övladınız da futbolla məşğuldur və onun haqqında nələr deyə bilərsiniz? Hansı komandon, neçə yaşlarda oynayırsan, komandonun adı nədir, baş məşqçin kimdir? Tanış. Sumqayıt Seyiddoya 2014 əvvəl. Hə. Baş məşqçi Kənan müəllimdir. Ağa məşqçinin Kənan müəllimin dediyinə əsasən, həm də mən çox getmirəm. Özü də qoymur ki, gəlib baxmağa arada bir. Mən də özüm də arada böyük futbolun qığılcımlarını görmüşəm. Amma Kənan müəllim deyir ki, Kamal, bu səndən üstün futbolçulardır. Biz də istəyirik olsun. Dedim, zarafata deyirdim ki, Kənan, mən kim olsun üstünlüyü lazımdır. Mən səviyyədə olsun, bəsdir deyir. İnşallah Kamal Quliyevə bənzəyirmi oyun üslubu? Bir növ düzdür. Bu da deyir o yaxşı şey atasına çəkər. Bu da mənim kimi, ağa da mənim kimi hücumçu başlamışdı. Ağa cəhddir. Məndən fərqli olaraq ağa cəhddir. Mən biraz İndi ampula hansıdır müdafiə? İndi keçirdim eyni ilə mənim ampulama. Eyni ilə mən çıxış elədiyim ampulada çıxış eləyir ağa. İnşallah Allah yəni birincisi bədnəzərdən qorusun, gözdən, ikinci zədədən, travmadan. Allah bütün balaları xoşbəxt böyüsün, arzularına çatsın. Ağa da Real Madrid Avropadakı komandasıdır. Galatasaray Türkiyədəki komandasıdır. İnşallah mən də istəyərəm ki, belə deyim də, o istedadı bizim ən pis cəhətimizdə bilirsən nədir? Biz bu ardıcıllıq var. Uşaq futbol məktəbində ardıcıllıq və istedadı bələydə boğmaq var. Elədir. O Sabir Əliyev haqqında dedimi, getdi Almaniyaya gəldi. Sabir Əliyev o qaz yerişini mənə verməsəydi, mən 1 metrə tullanırdımsa, tullanacaqdım metrə yarım. Sabir Əliyev mənə boynuma bir dənə də futbolçunu mindirib, pləkanla yuxarı qaldırmasaydı, priçidaniyalar elətdirməsəydi, mən tullanacaqdımsa metrə yarım, tullanacaqdım 2 metrə. O mənim bütün yaxşı keyfiyyətlərimin qarşısına elə bir bardur çəkib. Yəni, başımızın vırıb, sındırıb, yəni onu artırmaqdan, inkişaf elətdirməkdən, əksinə biz onu məhv eləmişik də. Yəni, nə ilə, ümumiyyətlə futbolçuya trinajör olması, qardaşım. Biz girirdik, ştanga ilə prisidaniya eləyirdik. Baxa, risk, cəhdi itir, hər bir şey yoxa çıxır. Nə bilim, o bizim o, belə deyim, savadsızlığımızdan irəli gəlib, nədənsə gəlib. Azarkeşlərə, səni sevən insanlara çox deyil, salamlar, çox yazırlar. Bilirəm. Mən elə xəstələnəndə də o yazılarda yazırdılar, baxırdım ki, buradan hamısına öz təşəkkürümü bildirirəm. Mən özüm də həqiqətən o isti münasibəti, o isti, belə deyək də, sevgini hər yerdə hiss eləmişəm. Mən bunu fəxrlə deyə bilərəm ki, bəzi futbolçulardan İraq, o 6 ay hər yerdə özünü çöplətdə oynayan futbolçulardan İraq. Mən Azərbaycanın hər yerində xoş qarşılanan, sevilən futbolçuya mən bundan fəxr edirəm. Və mən yenə deyirəm, üzümü tuturam mənə dəstək olan, bax, mənə o sözləri yazan, mənə belə deyim, məni bənzədirlər, belə deyək də, o gladiator kimi, məşqçi kimi mənə başqa ad verirdilər. O İranda sözün birini qoyub o birisine keçirəm. İran millisi ilə oynayırıq. Sən demə İranda bir dənə şey var ki, İranlılar öz futbolçuların Avropanın ulduz futbolçularına bənzədirlər. Məsələn, çıxmışıq Razminkiya, gördüm bütün stadion qışqırır. Əldayı Del Piero, Əldayı Del Piero. Yəni Əldayını Del Piero'ya bənzədirlər. Əldayı bunların Del Piero'sudur, qarayısında, belə deyək. Əldayını çağırırlar, yəni özlərinə tərəf salamlaşmağa,
Avropanın ulduz futbolçusunda qoşurlar ki, yani sən bizim üçün əldə Del Piero'san da. İndi qardaş yazdı dedi, Çaman sən qladiatorsan, indi ona gətirirəm sözünü. Həqiqətən də biz futbolu ürəklə oynadıq. Biz futbolu sevdi oynadık, kişi kimi oynadık, mərd oynadık, namərd oynamadıq. Necə deyim, xain olmadık, satqın olmadık, vəfalı olduq. Yediğimiz qaba tüpürmədik, üzr istəyirəm. Yəni adın sən denən böyük bildik, kiçik bildik. Nə bilim valla o klubdan ki biz qazandıq o kluba arxa çevirmədik, pis günündə yanında olduq və mən hamısına sağ ol deyirəm və mən çox sevinirəm və qürurlanıram hal-hazırda ki nə xoş ki mənim belənciyinə məni sevən, mənə dəstək olan belə insanlar var. Onların hamısının qarşısında baş əyirəm. Var ol Kemal, var ol. Belə dostlar, bugünkü qonağımız Neftçinin keçmiş futbolçusu, doğrudan da dəyərli insan, güclü oyunçu, güclü futbolçu və milyonların Azərbaycan futbolunu sevənlərin, Ukrayna futbolunu sevənlərin qəlbində yer buraxmış, iz buraxmış Kemal Quliyevdir. Təşəkkür edirik Kemal müsahibəyə görə, təşəkkür edirik. Var olun, Allahdan sənə şəfa diləyirik. İnşallah ki, yaşıl meydançalarda bir klubların baş məşqçisi olasınız. Dəyərlisiniz, sizə sevirik yazırlar, bir dənə siz yazırlar və bu sevgi əsas bu sevgini qazanmaqdır ki, sən qazanmısan. Bizə də müsahibə üçün diqqət ayırdın, yer ayırdın. Siz sağ olun, vallahi. Var olun. Belə dostlar, inşallah bugünkü müsahibəmiz bununla da bitir. Gələn həftə inşallah kimlərlə görüşəcəyik, bununla bağlı inşallah ki, biləcəksiniz. Bizi izlədiyinizə görə təşəkkür edib, bizə baxdığınıza görə təşəkkür edib.